Əziz şəhid ailələri, hörmətli müharibə iştirakçıları, tədbirimizdə iştirak edənlər, bugün şəhid Bəxtiyar İslamovun doğum günü münasibətilə burada toplanmışıq. Eyni zamanda bugün Şirvan şəhidi Natiq Quliyevin də doğum günüdür. Və hər birimizin məqsədi təbii ki, hər zaman xatırladırıq, təkrarçılıq olsa da xatirələrini uca tutmaq, yaşatmaq, onları hörmətlə, ehtiramla yad etmək, ailələrinin yanında olmaq, onlara dəstəyimizi ifadə etmək, onlara səbr diləməkdir. Və əminik ki, belə günlərdə bütün şəhidlərimizin ruhu məşğul tədbirdə iştirak edir bizim. Tədbirimizdə müxtəlif idarə müəssisələrdən iştirak edənlər var. Və ilerleyen dəqiqələrdə onlara da söz verəcək. Biraz yaxın gəlin zəhmət olmasa elə boşluq olmasın. Yəni, hamımız bir məqsəd üçün görüşürüz. Və təbii ki, şəhidlərimizin Bəxtiyarın, onun şücaəti, qəhrəmanlığı, onun timsalında bütün şəhidlərimizin qəhrəmanlığı xatirəmizdə daim əbədi yaşayacaq. Bu məqsədlərə məhz onun şücaətini uca tutaraq, qəhrəmanlığını uca tutaraq hamımız burada toplanmışıq. Onun hörməti, ehtiramı, xatiri üçün. Müxtəlif tədbirlərimizdə xatırlayıram, onun döyüş yoldaşları iştirak ediblər. Bu barədə, döyüş yolu barədə çox böyük fəxrlə, qürurla danışıblar, eşitmişik. Biz onun ailə üzvləri, şəhid ailələri, nümayəndələri olaraq bu tədbirdə iştirak etməklə təbii ki, üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq, amma onu deyim ki, bugün yazılan bütün şeirlər, mahnılar, hər biri onların adı ilə bağlıdır. Şərt deyil, yenə deyirəm, fərdi olaraq Bəxtiyarın adına bir şeir yazılsın və yaxud da Emilin adına, Amalın adına. Bu, əgər şəhidlərlə bağlı bir şeir yazılırsa, bir mahnı bəstələnirsə, burada onların hamısının imzası var. Onların hamısının özünün yaratdığı bəstələrdir, yaratdığı şeirlərdir. Və bütün Azərbaycan xalqı, bütün Azərbaycanlılar bu şeirlərdən nümunə götürürlər, onların qəhrəmanlığını görürlər bu əsərlərdə. Məhz buna görə də bir daha hər birimiz istər filmlər olsun, istər digər hansısa verilişlərə baxırıq. Şərt deyil ki, hamısı yenə deyirəm, sırf birinə həsr olunsun. Bütün şəhidlərimizə həsr olunur. Azərbaycan ordusundan zabitinə, onların qəhrəmanlığına, şücaətinə həsr olunan verilişlərdir, əsərlərdir, şeirlərdir və s. Azərbaycan xalqı məğrur xalqdır, əminliklə deyə bilirik. Torpaqlarımız işğal altında olanda bəlkə də hardasa kimlərsə bunu deyəndə biraz belə deyək, namümkün danışırdı, yenəsə, amma bu xalq sübut elədi şəhidləri sayəsində, müharibə iştirakçıları sayəsində, Ali Baş Komandanın rəhbərliyi altında sübut elədi ki, öz torpaqlarını işğaldan azad etməyə qadir olan bir dövlət idi, güclü orduya, güclü iradəyə, əzmə malik olan bir xalqı var və onun da vətən müharibəsini biz gördük. Elə birinci Qarabağ müharibəsini də gördük. Əgər birinci Qarabağ müharibəsində hərbi qulluqçular bilirsiniz, 11.557 hərbi qulluqçu şəhid oldu. Ümumilikdə mülki şəhidlərlə birlikdə 20.000 şəhidimiz var idi. Onlar olmasaydı, bəlkə də bütün Azərbaycanı işğal edə bilərdilər. Onlar dayandı düşmənin qabağında. Məhz öz xalqı üçün, milləti üçün təkcə Xocalıda 1275 əsrimiz oldu. Onların 150-sinin taleyini hələ bu günədək aydınlıq gətirilməyib.
Xocalı uğrunda döyüşlərdə hələ bir ərazini deyirəm, 7 milli qəhrəmanımız oldu bizim. Ümumilikdə Şirvan şəhərindən də bilirsiniz milli qəhrəmanımız var. Nökər Quliyev, Rafael Bağırov, Rafael Əbbov, Tahir Bağırov və şəhidlərimiz hamısı bizim üçün eynidir. Təbii ki, hər birinin bir ürəyi, bir canı var idi, onu fəda etdilər. Fərqi yoxdur hansı medalla təltif olunub, hansı ordenlə, hansı fəxri adla təltif olunub. Nəticə etibarilə öz canını, hər kəsin bir canı var idi və onu fəda edib. Və onu deyim ki, sonraki vaxtlarda aprel döyüşlərində olsun, Oğuz döyüşlərində, günlük əməliyyatında olsun, 2018-ci ilin Naxçıvanda keçirilən və eyni zamanda Vətən müharibəsi, antiterror tədbirləri biz hər birinin sıralamasını artıq yaddaşımıza həkk eləmişik. Hər birində şəhidlərimiz böyük qəhrəmanlıq nümunələri göstərdilər və o döyüşlərdən birində də məhz Bəxtiyar İslamov idi ki, öz şücaətini ortaya qoymuşdu. Onu böyüdən qəhrəman ata-ananın o xarakterindən bəhrələnərək o böyük bir döyüş yolu keçmişdi. Və onun mən xatırlayıram döyüşlərdən sonra 2021-ci ildə səhvləndirmişsə, səhv yazıları var idi rabitədə. Necə irəli deyərək çığırırdı. Torpaq bizim torpaqdır. Məhz bunu fəxrlə də, qürurla deyirdi. Hər kəsi də ruhlandırırdı, həvəsləndirirdi. Bir rəhbər hərbçi olaraq öz borcunu layiqincə yerinə yetirirdi. Bəxtlərin timsalında bütün şəhidlərimiz bax belə qürurlu bir döyüş yolu keçiblər. Bütün müharibə iştirakçılarımız fəxarətli döyüş yolu keçiblər. Nəticədə torpaqlarımız işğaldan azad olunur. Ərazi bütövlüyümüz bərpa olunur. 2023-cü ildə dövlət suverenliyimiz bərpa olundu. Cənab Prezident İlham Əliyev, Əsgəran, Xocavənd və Xankəndiyə dövlət bayrağının sancılı 15 oktyabr tarixində və dövlət suverenliyimiz qeyd olundu. 20 sentyabr dövlət suverenliyi günü kimi tarixə keçdi və onu deyim ki, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən yeganə dövlətə çevrildi. Keçmiş MDB ölkələri sırasında. Böyük qürur və böyük fəxrdir Azərbaycan adına, Azərbaycan xalqı adına. Bütün dünyaya güclü bir dövlət kimi tanındı, iradəli, əzimli xalqı olan bir dövlət kimi tanındı. Həm müharibə dövründə, həm müharibədən sonraki dövrdə bilirsiniz, həm ön cəbhədə, həm arxa cəbhədə hamı bir dəmir yumruq altında birləşərək bir-birinə dəstək olmağa çalışırdı bir-birindən. Arxa cəbhədə olanlar da həqiqətən də hər kəsin imkanı nəyə çatır? Hətta döyüş bölgələrinə elə qutular gedirdi ki, baxırdın bir ailənin kiçik hansısa bir məktəbli övladının əl yazıları olur, məktubu olurdu içərisində. Baxırdın bir ailə imkanı çatan qədərindən, corabından, deyək ki, hansısa bir təmizlik vasitəsi olsun, əlcək olsun, papaq olsun, kimin nəyə gücü çatır, köməklik eləməyə çalışırdı. Çünki bizi birləşdirən şəhidlərimiz oldu. Həmrəyliyi yaradan onlar oldu. Azərbaycan uzun illərdən sonra ilk dəfə belə bir həmrəylik göstərirdi. Dəmir yumruq kimi birləşmişdi və bu dəmir yumruq öz gücünü düşmənin üzərində göstərdi. Onu sarsıtdı, geri oturdu. Azərbaycan təbii ki, beynəlxalq hüquqla onun normal prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edirdi. BMT-nin 51-ci maddəsi olsun, özünü müdafiə hüququ, istər beynəlxalq hüququn ərazi bütövlüyü, dövlət suverenliyi prinsiplərinə riayət edirdi. İstər BMT-nin təbii ki, 1-ci Qarabağ müharibəsində 93-cü ildə qəbul elədiyi 822, 853, 874 və 884 sayılı qətnamələri öz gücünə yerinə yetirirdi. Bunu Cənab Prezident də qeyd edir. Azərbaycan ordusu məhz BMT-nin qətnamələri yerinə yetirirdi. Ermənistan iddia eləyirdi ki, müharibə eləməkdə onun əsas səbəbi həmin ərazilərdə xalqların öz müqəddəratını müəyyən etmə hüququdur. Amma hansı xalqdan söhbət gedə bilər? Orada yaşayan erməni xalqı Azərbaycan əhalisinin bir hissəsi sayılır. Necə ki, Tat, Talış, Avar, Ləzgi, müxtəlif milli azlıqlar var, etnik azlıqlar var ölkəmizdə. Bu da onlardan biri idi. Və Ermənistan, Cənab Prezident qeyd elədiyi kimi, erməni xalqı öz müqəddəratını həll edərək Ermənistan dövləti yaradır. Qarabağda hər hansı bir dırnaqarası o Dağlıq Qarabağ Respublikası deyildir. Hər hansı bir dövlətdən söhbət belə gedə bilməzdi. Allah'a şükürlər olsun, ədalət bərpa olundu. Qarşıda artıq başlayıb 2021-ci ildən artıq böyük qayıdışla bağlı planlar həyata keçirilir. Mən TV-də də izləyirəm, artıq 46 min təxminən insan o
işğaldan azad olunan ərazilərdə məskunlaşıb. Mən bunları ona görə deyirəm ki, hamısı şəhidlərimizin adı ilə bağlıdır. Cənab Prezident özü də qeyd edir ki, təbii ki, güclü diplomatik əlaqələr qurmuşdu uzun illər ərzində. Onun öz siyasəti uğurla nəticələndi, amma birinci növbədə özün də qeyd elədiyi kimi müharibənin qazanılmasında rol nə güclü texnikadaydı, digər bir şeylərdə yalnız Azərbaycan ordusunun, əsgərinin, zabitinin belə deyək, ağlı zəkası hesabına. Allahdan bütün şəhidlərimizin ruhlarına şad olmasını diləyirəm. Allah sizə səbir versin. Salih əmi, Gültəkin xanım. Bütün şəhid ailələrinə Allah səbir versin. Hər biriniz üçün bilirəm ki, bir fərq qoymursunuz övladlarınızla. Burada olan Bəxtiyar hər birinizin övladıdır. Elə görürsünüz, necə də digər şəhidlər, digər şəhid ata-analarının necə övladları kimi də bütün Azərbaycan xalqının, belə deyək, Azərbaycan oğludur, el oğludur. Belə xatırlayırıq biz. Allah dövlətimizi, millətimizi, ordumuzu qorusun, Ali Baş Komandanımızı qorusun. Dövlət olaraq, xalq olaraq daim uğurlarımız bol olsun və həqiqətən də bu son illərdə biz bunun dayanmadan şahidi oluruq. İnşallah da belə olar və arzu edirəm ki, inşallah hər birimiz Allah ömür versin. Görək ki, bütün məcburi köçkünlərimiz o ərazilərimizə qayıdıb və hər bir qayıdışda, hər bir addımda şəhidlərimizin ruhuna bir ehtiram göstərirlər. Bir salavat deyirlər, bir ailələrinə səbr arzuluyurlar. Həqiqətən də bu belədir. İnşallah da bütün mənzərəni birlikdə görərik və qeyd edək. Tədbirimizdə səfərbərlik və hərbi xidmətə çağırışızda dövlət xidmətindən daim bilirsiniz nümayəndələr iştirak edirlər və Kamil müəllim bugün burada da çıxış üçün söz ona verirəm. Mən də səfərbərlik və hərbi xidmət çağırışızda dövlət xidmətinin Şirvan şəhər şöbəsi adından Bəxtiyar qardaşımıza və onun timsalında bütün şəhidlərimizə rəhmət edirik. Allah ruhlarını şad eləsin, ailələrinə, yaxınlarına səbir versin. Amin. Allah səbir versin. Ali müəllim, buyurun. Yoxsa hakim, sizə sözünüzü verin. Sağ olun, Allah köməyiniz olsun, Allah sizə razı olsun. Mən söz verdiyinizə görə təşəkkür edirəm. Analar qarşısında başa gidən. Allah onlardan səbir dilir, Allah onlardan səbir versin. Çünki ana ürəyi elə bir şeydir ki, heç sürə susturmaq, heç sürə təmkin vermək. Elə bir söz demək olmur ki, ana onu təslim edir. Bir gün Napolyonun yanına əsgər anası gəlir, əsgər ölüm cəzasına məhkum olunmuş əsgər anasıdır. Deyir ki, mən oğlumu əfv eləyirəm. Deyir ki, sənin oğlun layiqli cəzanı alır. Deyir, mən burada layiqət axtarmıram. Mən deyirəm ki, oğlumu əfv eləyirəm. Deyir ki, eləyənmərəm. Deyir, eləyəmirsən, rəhm elə oğluma. Deyir ki, yox. Rəhm də eləyə bilir. O rəhmə layiq iş görmür. Deyir, rəhmə layiq iş görmürlər. Ancaq rəhm olmalı. Bizim övladlar elə bir iş gördülər ki, onlar iş görməmişdən əvvəl Allah onlar layiqli yerini göstərdi. Onlar şəhid olaraq Allahın məqamına ucaldılar. Onun üçün Allah'a, analara diləyirəm ki, biraz səbirli olsunlar. Səbirli olsunlar. Çünki bizim övladlar başqa xalqın övladlarına müqayisə olanda bizim övladların məqamı daha yüksəkdir. Allahın yanındadır. Biz nə qədər burada özümüzü öldürsük də, eləsük də, Allahın o məqamına biz onları çatdıra bilməzdik ki, necə ki Allah çatdırdı. Oğul ikisi ağırdır, kimdir ki azad? Oğul ikisi ağırdır. Elə bir ananın ürəyinin bir parçası gedir. Mən hərdən evdə də deyirəm, elə bir ki, ana oğulları öz ürəklərin başında gəzdirirlər. Hətta indi analar deyirlər ki, oğlumuzu qaytarsaydılar, bıçağımızı qurban verməyə hazırdır. Qabaq o yaşlı analar bəlkə də o mahnını eşidiblər. Oğul bir qıza aşıq olur, qız deyir ki, ananın ürəyini gətir, mən sənə hədiyyə edim. Gedir ananın ürəyini sarıb gətirəndə ayağı işir, daşa yıxılır. Ananın ürəyi yerə düşəndə daşa dəyir. Ananın ürək dilə gəlir ki, can bala, sənə nə oldu? Həmin ananın ürəyi bu anaların ürəyində var. Onun ilə hamımıza mən səbir diləyirəm, Allah sizə səbir versin. Oğul sürmək ağır dərddir. Salih, sənə də səbir diləyirəm, sən də mətinun ol buna. Çünki fikirlə heç nə belə gəlmir. Sağ olun, Allah köməyiniz olsun. Sağ olun. Yeni Azərbaycan Partiyasından da nümayəndələr, burada da Natiq müəllimin sözü verildi. Sağ olun.
Bugünkü tədbir iştirakçıları salamlayıram. Bəxtiyara Allah rəhmət eləsin deyirəm. Bəxtiyarın timsalında bütün şəhid ailələrinə, ailəsinə, əzizlərinə, doğmalarına başsağlığı verirəm, səbir diləyirəm. Allah rəhmət eləsin. Allah sağ versin. Amin. Hacıya söz verəyim. Sağ olsun. Həmişə tədbirimizi yekunlaşdırır. Hava isti olduğunu nəzərə alaraq burada bu yaşlı adamlarla. Ona görə də اللهم صل على محمد وآل محمد اللهم بلغ إلى روح المحفوظ المحفوظ بحق محمد وآله مع سورة الفاتحة بسم الله الرحمن الرحيم عليهم ولم يكن له Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah səbir versin. Bayaq elə gələndə birlikdə ziyarət elədik. Şəhid Bilal Mahidin 50 illiydi bugün. 8 yaşında şəhidlik zirvəsində ucaldı. Az yaşda olmasına baxmayaraq təbii ki, özünü böyük ürək gəzdirən şəhidlərdən idi. Yəni, biz onu görməsək də, tanımasaq da bunu əminliklə deyə bilirik. Bayaq qeyd elədiyim kimi, yenə Natiqdən də danışdıq digər tədbirdə. Ümumilikdə 20 min şəhidimiz olub birinci Qarabağ müharibəsində. Məhz onların sayəsində torpaqlarımız bütövlükdə işğal olunmadı. Onlar dayandılar, düşmənin qabağında canlarını sipər elədilər, fəda etdilər. Təbii ki, onların qəhrəmanlığı heç vaxt unutulmadı. Allah bu mənada Natiqlə ruhunu şad eləsin, ailəsinə səbir versin. Neçə yaşda olmasına asılı olmayaraq, baxıram ana indi ağlayır, körpə balam deyə fəryad edir. Yəni 50 yaşı olur, amma o ana üçün yenə də həmin yaşdadır. Yəni yenə də o sözlə ifadə etmək olmur. Amma yəqin ki, ən yaxşı analar başa düşür. Onlar başa düşər. Allah ruhunu şad eləsin dedi. Allah səbir versin. Sağ olun hər birinizdə gəldiyiniz üçün. Yəqin ki, birlikdə bir xatirə şəkli çəkilər. Hava da istidir, yaşlı şəhid atalar, analar var. Ona görə çox vaxtınızı almaq, uzatmaq istəmirik. Birlikdə bir xatirə şəkli çəkilər, sonra da davam edəcək. Allah səbir versin. Allah rəhmət eləsin.